Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu. Sarkisyan ölkədən qaçırdı. Paşinyan isə İrəvanda siyasi gərginlik. Ukrayna Moskva vilayətini vurdu. 61 yaralı. İranla müharibənin sonu necə olacaq? Sensasyon proqnoz. Rusiya ordusunun iyulun 19-una keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib. Axaraz Azərtaca istinadla xəbər verir ki, binadan 200-250 metr məsafəyə Lukyanovka metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavandan çatlar əmələ gəlib. Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb. Xatırladaq ki, müharibə dövründə Kiyev edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib. Qeyd edək ki, Rusiya bu gecə Kiyevə müharibə dövrü ərzindəki ən güclü hücumlarından birini edib. Nikol Paşinyan məzuniyyətdədir, lakin istirahət vaxtında belə fəaliyyətini dayandırmır. O, ictimaiyyətə kassa çeklərinin götürülməsinin vacibliyi barədə məlumat verir, teatrların tamaşaçılarla dolu olduğunu danışır və digər mövzulara toxunur. Global Info xəbər verir ki, bunu erməni jurnalist Vaskanyan Sarkisyan deyib. Bu vaxt isə hökumət iyulun 16-sında keçirilən iclasda beynəlxalq sülh və rifah naminə Trump yolu layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişini təsdiqləyib və onun ratifikasiya prosesinə start verib. TRIP layihəsi ilə bağlı proseslərin Ermənistan hökuməti tərəfindən irəlilədiyi barədə də məlumatlar yayılıb. Hökumət iclasında həmçinin TRIP fondu məsələsi müzakirə olunub. Bildirilir ki, fonda Konstantin Sokolov rəhbərlik eləyəcək. Sarkisyan qeyd edib ki, məzuniyyətdə olan Nikol Paşinyan ictimaiyyətin diqqətini daha az mübahisəli mövzulara yönəldərək sözü gedən razılaşmalarla bağlı mühüm sualların kölgədə qalmasına səbəb olur. Ser Sarkisyan da mühüm hadisələrdən əvvəl ölkədən gedirdi. Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib. Axaraz xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat yayıb. O bildirib ki, Ukrayna ordusunun Moskva vilayətindəki Elektrostal və Naginsk şəhərlərinə hücumları nəticəsində 26 nəfər xəsarət alıb. Qubernator Naginskdəki neft anbarında və Elektrostaldakı Wildberries anbarında yanğınların baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə hər iki obyektə Ukrayna dronları düşüb və nəticədə yanğın başlayıb. Təhlükəsizlik məqsədi ilə hadisə yerinin yaxınlığında yerləşən doğum evi təxliyə edilib. Bütün xəstələr və işçilər dərhal digər tibb müəssisələrinə köçürülüb. Qubernator əlavə edib ki, Moskva vilayətində bir gecədə Ukraynanın 48 dronu vurulub. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın administrasiyasında İranla münaqişənin necə başa çatdırılması ilə bağlı vahid strategiyanın olmaması Ağ Ev daxilinə fikir ayrılıqlarını daha da kəskinləşdirib. Global Info xəbər verir ki, bu barədə Bild nəşri Politico'nun icmalçısı Dasha Bernsin məqaləsinə istinadən yazıb. Məlumata görə Trump administrasiyası hazırda İrana qarşı gündəlik hərbi əməliyyatlar həyata keçirsə də münaqişənin başa çatdırılması üçün aydın fəaliyyət planına malik deyil. 10 ildə ABŞ prezidentinin fəaliyyətini izləyən Burns, Ağ Evdə çıxış strategiyasının olmadığını vurğulayır. Məqalədə qeyd olunur ki, administrasiyanın yuxarı eşelonunda prezident Donald Trump və vitse-prezident J.D. Vance arasında ciddi fikir ayrılığı mövcuddur. İddialara əsasən, Vance İrana qarşı hərbi əməliyyatların başlanmasının qarşısını almağa çalışsa da bu cəhdləri uğursuz olub. Bununla belə vitse-prezidentin komandasının yaranan vəziyyətdən onun siyasi nüfuzunu artırmaq üçün istifadə etməyə çalışdığı bildirilir. Mənbələrin sözlərinə görə, məqsəd Vance'in cəmiyyətdə və beynəlxalq aləmdə müharibəni bitirmək istəyən siyasətçi obrazını formalaşdırmaqdır. Hətta ölkələr arasında niyyət bəyannaməsi ilə bağlı təşəbbüs uğursuz olsa belə, bu onun siyasi imicinə ciddi zərbə hesab edilmir. Dasha Burns yazır ki, Donald Trump isə diqqətini yenidən seçilməkdən çox siyasi irsinə yönəldib. Müəllifin fikrincə Trump əvvəlcə münaqişədən uzaq durmağa və diplomatik həllə üstünlük verməyə çalışsa da, sülh prosesinin nəticəsiz qalması onu hərbi variantı seçməyə məcbur qoyub. Halbuki bu yolun məqsəd uyğunluğu prezidentin bəzi tərəfdarları tərəfindən də sual altına alınır.
Məqalədə həmçinin vurğulanır ki, Ağ Evdə əsas qərarlar olduqca dar çevrədə qəbul edilir və bütün söz yalnız prezidentə məxsusdur. Şəffaf strategiyanın və kollektiv qərar vermə mexanizminin olmaması isə münaqişənin gələcək inkişafını proqnozlaşdırmağı çətinləşdirir. Bernsin qənaətinə görə məhz bu idarəetmə modeli İrandan qarşı durmanı Trump tipli münaqişəyə çevirib. Hazırda prezidentin ətrafında müharibənin necə başa çatacağına dair aydın ssenari təqdim edə bilən şəxs yoxdur və prosesin taleyi əsasən Donald Trumpın qərarlarından asılı olaraq qalır.